Artıq 2016-cı ilin gəlişinə sayılı günlər qalmasına baxmayaraq, paytaxtda yeni il ab-hava hiss olunmağa başlayır. Paytaxt bayram əhvalındadır. Şüşünarlar bəzənib, rəngbərəng işıqlar yandırılıb. Şüşünarların əhəndürü isə hökumət evinin qarşısında, digər isə Ağşəhər bulvarında quraşdırılıb. Xalqımıza əmin-əmanlıq arzulayıram. İnşallah arzu budur ki, gələn ilin bu vaxtı yolka şənliyini Qarabağımızda keçirək. Sevinç qismət olsun hamıya. Mən də ayın biri ad günümdür, özümü də təbrik edirəm. 2015-in son günləridir, çıxmışıq gəzməyə. Şəhəri bəzəyiblər, biz bundan ləzzət alırıq. Bununla yanaşı Dənizkənarı Bulvar İdarəsi Neftçilər prospekti boyunca ağızların da rəngbərəng işıqlarla bəzədilməsini də təşkil edib. Paytaxt sakinləri də 2015-ci ilin son günlərini hərəsi özünə məxsus şəkildə yadda qalan etmək üçün Milli Parkda dincəlməyə üstünlük veriblər. Dekabrın son günləri və yanvarın 5-nə kimi bulvar rəhbərliyi tərəfindən Milli Park ərazisinə istirahətə gələn uşaqları sevindirəcək sürprizlər də nəzərdə tutulub. Bugün nəvələrimlə, balalarımla gəlmişəm. Yeni ili ilk addımlarıdır. Yol keçənliyinə göstərməyə uşaqları. Tələbə Rəsul Hüseynli də bulvarda bəzədilmiş küşnarla şəkil çəkdirmək üçün Əhmədidən velosipedlə gəlib. Yolka ilə velosiped elədim. Maraqlıdır? Bəli. Nə maraqlıdır? Yeni il gəlir. Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirdi ki, artıq yolkaların yanında dayanacaq şaxtaba və qar qızı üçün müraciət edənlərə lisenziyalar da verilib. Onlar bulvara gələn sakinlərə xidmət etmək üçün sabahdan öz işlərinə başlayacaqlar. Rəşad Vəkiloğlu, Qurban Qurbanov, Space.